Bugün bizim burada toplaşmağımızda məqsədimiz budur ki, biz Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Rıza Quliyev və Xocalı Xankəndi sədrinin Ramiz Ağayevin özü burada olmadığı üçün işini mənə həvalə elədi və bu tədbiri mən açıq elan etməyimi istədi. Bununla bağlı sizi bir daha ürəkdən təbrik edirəm. Siz veteranlar varsınız ki, bugün bizlər də varıq. Bizim Ali Baş Komandan İlham Əliyev elə bir iz buraxdı ki, atasının siyasəti uğrunda getdiyi yolda qələbə qazandı. Allah ona da can sağlığı versin, sizlərə də can sağlığı versin. Bir daha sizin bayramınızı təbrik edirəm. Əziyyət çəkib hər biriniz bura gəlmişsiniz, var olasınız. Hər birinizə təşəkkür edirəm. Ermənilər tərəfindən hücumunun qarşısını alan insanlarıyıq. Hamımız döyüş yollarını keçmişik, hamımız qadalı, balalı yollarda olmuşuq. Allah Teala şəhidlərimizə rəhmət eləsin. Veteranlarımıza, qazilərimizə uzun ömür, can sağlığı. Biz olmasaydıq Azərbaycan Respublikasının 80% torpağı da bəlkə yox idi. Bəlkə də ola bilərdi ki, Respublikamız təmiz yerindən silinə bilərdi. Amma bunu bəzi adamlar başa düşmür. Elə bilirlər ki, biz nəyisə eləməmişdik. Allah canınızı sağ eləsin, yenə bir daha xoş gəlibsiniz, yaxşı ki, siz varsınız. Hamınıza uzun ömür, can sağlığı arzulayıram. Hepinize salamlayıram, hoş gəlmişsiniz. Bu günlərə Azərbaycan Respublikasının 107-ci il dönümü münasibətilə təbrik edirəm və ordunun yaranmasının 107-ci il dönümü münasibətilə təbrik edirəm. Hamınıza uzun ömür, can sağlığı arzulayıram. Bu günləri burada yarışmamızın məqsədi bəllidir. Allah hər birinizə yenə deyirəm, uzun ömür, can sağlığı, böyük nailiyyətlər arzulayıram. Elə biləcək ki, bizim hər birimiz o vətən yolunda oradan çıxmış insanlar olmuş, o vətən yolunda əlinə silah alıb, erməni ilə, düşmənlə, yəni bu qəsbkarlarla üzrə duranda hər birisi sözünü demiş vətəndaşlardır. Bu veteranlardır ki, bugünkü günü onlar yenə şükür ki, belə bir yığıncağımız var, belə bir idarəmiz var. Şükür Allaha. Nətər deyim, Allah şəhidlərimizə rəhmət eləsin, veteranlarımıza, qazilərimizə can sağlığı versin. Ali Başkanlarımıza Allah can sağlığı versin ki, yəni onun siyasəti yolunda hamımız bir, yəni bugün bu üfunətdən çıxdıq, mən buna üfunət deyirəm. Ona, yəni valla bu böyük töhmət idi. Yəni balaca bir Ermənistan nəyəsə Azərbaycan üzərində qələbə çalmaq bu töhmət idi. Şükür ki, bu töhmətdən bizim gözümüz açıldı. Allah yenə deyirəm, bundan sonra gün olsun ki, biz Zəngəzurun bayramını eləyək. Zəngəzurun bayramını eləyək. Cənubi Azərbaycanın bayramını eləyək. Bütöv Azərbaycanın. Yəni ki, bizim Azərbaycanın sərhədinə ayğın başını götürənlər Oman dənizindən başlamış da oraqdakı Dəclə çayından başlayır. Belə böyük bir Azərbaycan görmək istəyirəm. Yəni, biz görməsək də qoy bizdən sonraki nəsillər görsün. Özdə bu günləri biz hamımız deyirik ki, 3000 şəhid. Amma Azərbaycanın 31.000 şəhid var. Hamısı bir yerdə 31.000 şəhid var. O güllə atılıb hamı üçün ölmək üçün. Kimisinə deyil, kimisi yaralı çıxıb kimdir. O güllələr atılanda düşmən gülləsidir. Bu deməyib ki, bu gedəcək, salamat qalacaq. İminli kiməsə deyil. İminli kiməsə. Təkcə Xocalıda nə qədər itki verdilər, təkcə Meşəldə nə qədər itki verdilər. Umudlu Kərəlidə, ondan sonra Qaradağlıda, ondan sonra getdi Xocalıda. Bizim əsr generallarımız 20 noyabrda nə qədər itkilər oldu. Allah hamısına rəhmət eləsin, Allah hamısının məkanı cənnət eləsin. Bugünə ulu önlərimiz gəldi və dünyasını dəyişdi. Dünyasını dəyişəndən sonra öz mirasını oğluna. Bugün mən çox şadam ki, İlham Əliyev yaşadığı əsrdə yaşayırım. Mən ona görə də özümü bir bonucu xoşbəxt sayıram ki, Heydər Əliyevlə 2 dəfə əl-ələ görüşmüşəm. Ona görə də nə bilim, kimin üçün bu hadisələr elə belə adi hadisədir, amma mənim üçün adi hadisə olmuyor.
Altı qardaşıq, dördümüz erməni qəlpəsi daşıyırıq bu dəqiqə. Qardaşımın, Zatarın iki qardaşımın 6 oğlu hərbidədir. Öz oğlum şəhid oldu. Cənab Günlük kəndi alınanda, yenə deyirəm, mən bir şeydə demişəm, mənim oğlum erməni dili beşək bilirdi. Allah rəhmət eylesin. Allah rəhmət eləsin. Keçmişə söykənir. Demək olar ki, 2018-ci ildə müstəqillik olunandan sonra Azərbaycan dövləti 18 ay yaşadı. Hər tarixində orada hərb naziri Səməd bəy Mehmandarov olmuşdu. Çox təəssüflüklə deyirik ki, 18 ay yaşadı, amma buna baxmayaraq onun da bir tarixi izi var. Yəni Azərbaycan xalqı həmişə döyüşkən xalq olubdur, cəngavər xalq olubdur. Şükür bu günümüzdə ki, artıq 2020-ci ildən tam demək olar ki, torpaqlarımız işğaldan azad olundu. Sonraki dövrdə sentyabr döyüşlərində tam demək olar ki, azad olundu. Amma buna baxmayaraq, Bəxtiyar qardaş gözəl vurğuladı ki, biz deyərik ki, bütöv Azərbaycan, hal-hazırda 111 min kvadrat kilometr İranda bizim gözəl Təbriz şəhərimiz, öz Azərbaycanımız yaşayır. Biz istərik ki, onlar da gələcəkdə birləşsin, Göysəmalı, Zəngəzur malı. Bütöv Azərbaycanı görmək istəyirik. Yer gəlsə yenə də döyüşməyə hazırıq. Biz də, özüm də 7 il yarım döyüş yolu keçmişəm. Bilirsiniz, indi bugünkü gündə qürurla, fəxrlə danışırıq, anlaşıq danışırıq ki, biz tam işğaldan azad olduq. O töhmət bizim üzərimizdən götürüldü. Sağ olsun Cənab Ordu Başkanlığımız İlham Əliyev, onun komandası qurduğu, yaratdığı müasir sivil ordu, müasir silahların hesabına Prezidentimiz də dəfələrlə vurur ki, yəni ki, bizim əskərlərimiz aldı torpaqları, yəni kənardan heç kim buna dəstək olmadı. Yəni bu günümüzə çox şükürlər olsun. Yəni 20-ci ilə qədər açıq mən də 7 il yarım döyüşmüşdüm, böyük döyüş yolum keçmişdi. Amma heç kim yanında danışmırdım ki, mən bu döyüşlərdə olmuşam, hansı fəxrindən igidlik göstərmişəm, harada nə qədər də döyüş yolum keçmişdim. Onu mən saxlayırdım, ürəyimdə saxlayırdım, amma danışmaq, danışa bilmirdim də, qürurla danışa bilmirdim. Deyə bilməz. Yenə də bu günümüzə çox şükür. Ölkəni saxlayan onun müasir silahla silahlanmış, onun güclü ordusudur. Yəni ordu yoxdursa, bugünkü gün görürsünüz, dünya dövlətlər arasında müharibələr gedir. Kim güclüsə o dəqiqə qalib gəlir. Mən Azərbaycan dövlətinin daha da güclü, daha da müasir, silahlarla silahlanmış bir ordu görmək istəyirəm. Yəni mən bunu da görürəm, gələcəyimizi görürəm. İnşallah ona doğru gedirik. Nə qədər ki, Ali Baş Komandanlar bunu mən onun sayəsində görürəm. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza, yaralılara özü kömək olsun. Yəni hamımızın gözü aydın olsun. 107 il az ömür deyil. Gün o gün olsun bu bizim belə qələbəmiz, müstəqilimiz daimi və əbədi olsun. Kimsə kölgəsində yaşamayın. Hamımızın gözü aydınlıqla, hamımızı təbrik edirəm. Bütün Türk dünyasını, Azərbaycanına təbrik edirəm. Sağ olasınız, var olun. Bizim burada veteranımız Ayaz müəllimdə var. Yaxşılar ki, Ayaz müəllim siz də danışasınız. Çünki Laçına çox gedib gəlirsiniz. Bizim xəbərimiz yoxdur, orada nə var, nə yox. Çox sağ olun, söz verdiyinizə görə. Mən də öz adımdan hər birinizi təbrik edirəm. Bütün Azərbaycan ordusunu təbrik edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Başımızı uca eləyən onlar oldu. Biz 44 günlük müharibəyə qədər heç harda, heç vaxtı mən dilimə gətirə bilməmişəm ki, mən döyüşmüşəm, müharibədə iştirak eləmişəm. Belə ona görə də Allah şəhidlərimizə rəhmət eləsin, başımızı uca elədilər. Allah Ali Baş Komandanımızı qorusun. Hər birinizi təbrik edirəm mən də. Sağ olun. Bizim burada veteranların içərisində bir dənə xanım veteranımız var. Yəni həqiqətən də çox hörmətli, dəyərli, hər bir kəsə hörmət eləyən bir xanımdır. Yaxşı olardı ki, Cavahir xanıma söz verək, o da gördüklərindən desin. Çünki xanımın belə deyək də döyüşdə olması həqiqətən də hər kəsi də mənim özümü də maraqlandırır ki, orada nə hallar, nə hisslər keçirdi ki, yəni o orada qala bildi.
Cəvahir xanım, buyurun siz də bildiklərinizdən bir iki kəlmə deyərdiniz. Öncə Allah bizim şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin, şəhid ailərimizə Allah sabır versin. Mən Xan kəndinin cəmiyyətin üzvüyəm, özüm Qarabağlıyam. Yoldaşım mənim şəhiddir, Rövşən. Allah rəhmət eləsin. Allah Tallana rəhmət eləsin, qazidir. Hamının bayramıdır, onda rəhmətə gedib bayramıdır. Hamımızın bayramımızı təbrik edirəm. Hamınızdan Allah canınızı sağ eləsin. Allah sizə dayaq olsun. Mən o hissi keçirirəm ki, həyatda mən peşman deyiləm ortaya getdiyimə. Mən özümdən razıyam ki, mən ortaya getmişəm. 15 yaşından mən Qarabağda döyüşmüşəm. Vətən üçün gəlmişəm mən Gürcüstandan. Mən əsl mirazda, amma Gürcüstanda böyümüşəm. Mən eşitdim ki, müharibədə atam qalxdı dedi ki, getmə, getmə, sənədir. Dedim, yox, mənədir, mən gedəcəm. Mən getmişəm, özüm Gəncə batalyonunda qulluq eləmişəm, sürətdə. Allah sürət mənim, Allah rəhmət eləsin, Allah rəhmət eləsin. Qurtuluşda olmuşam, 700 kilo olmuşam, 703'də olmuşam, 706'da bütün döyüşlərdə olmuşam. Şəxsən özümlə fəxr edirəm ki, mən onların bütün əskərlərimə, bütün afserlərimə qulluq eləmişəm. Təşəkkür. Mən özüm həm sistrəyəm olmuşam, həm də tankistlərin içində olmuşam. Hamısının bayramını təbrik edirəm əskərlər barəsində. Mənim də əskərim var, Can Füzüldədir, 702'dədir. Allah buna da dəyməsin. Sağ olun. Hamının bayramını təbrik edirəm. Televiziyada olan, canlı efirlərdə olan və jurnal, qəzet yazan, bir yerdə yürüyən mənim can dostum olan İradə xanım buradadır. Özü Bakılıdır və uzun müddət bir yerdə sadiq dostlardan biridir və inşallah ki, o da bizim bu təşkilata könüllü olaraq qatılıbdır. Deyir, adın şərəflidir sənin ey qadın, dahilər anası çağrılır adın. Bu qoca dünyada bir adət də var, qadın olan yerdə ədalət də var. Mən ilk növbədə Ceyhun balamızın anasının əllərindən öpürəm, elə evlad dünyaya gətirib. Mən bir ana kimi, mənim də 2 oğlum var, xaricdə təhsil alır. Ceyhun balamız kimi balalarımız olmasaydı, bəlkə də mənim evladlarım hal-hazırda elə yurt dışında, xarici ölkədə təhsil ala bilməzdi. Və bütün burada dünyadan köçmüş anaların qarşısında, ruh qarşısında baş əyirəm və sizi dünyaya gətirən anaların qarşısında baş əyirəm. Çox sağ olun, var olun ki, bizim, necə deyirlər, arxamızda dağ kimi durmuşsunuz. Bizim evladlarımızın arxasında dağ kimi durmuşsunuz. Mənim evladlarımın atası da Qarabağ veteranıdır. Mən bilirəm, siz nələrdən keçmişsiniz. Biz bunları görmüşük, bilirik. Bir ana kimi, bir bacı kimi. Həm sizin sağlığınızda olan problemlər, onu büruzə vermirsiniz və hər zaman belə möhkəm qalırsınız. Biz də sizin belə iradəniz qarşısında hər zaman özümüzü əsl Azərbaycan xanımı kimi qürurlu hiss edirik. Var olun. Sağ olun. Bizim burada Cənub bölgəsindən olan gözəl bir xanımımız var. Həm müğənnidir, həm televiziyada işləyir, jurnalistdir. Nuriyə xanım bir neçə də bizim tədbirlərdə olub və xeyriyyəçiliklə də çox məşğul olubdur. Allah ona can sağlığı versin. Nuriyə xanımın burada fəxri fərmanı da var. Ancaq öncəliklə istəyərdim ki, Nuriyə xanım olaraq gözəl sözlərini bizim bu veteranlarımıza söyləsin. Bu mənim üçün çox fəxr olar. Əvvəla hamınızı salamlayıram. Qazilərimizi, şəhid ailələrimizi. Silahlı qüvvələr günü yəni təsadüfən yaranmayıb. Çox güman ki, bizim qazilərimizin, veteranlarımızın şücaəti nəticəsində, yəni bugünkü gün biz neçə ildir ki, qeyd edirik. Yəni onlara öz minnətdarımızı bildiririk ki, xanım ifadəsində qeyd elədi, biz onların sayəsində yaşayırıq. Onların sayəsində biz övladlarımızı böyüdürük. Allah onlara can sağlığı versin, qazilərimizə, veteranlarımıza, şəhid ailələrinə rəhmət eləsin, yəni qəni rəhmət eləsin. Onların
onların şücaəti nəticəsində bizim gələcəyimiz, mən belə görürəm ki, daha da gözəl olacaq. Onlara can sağlığı, qalanlara can sağlığı arzulayıram. Nə bilim valla, mən çox xoşdur ki, belə bir şəxsiyyətlərin arasında bircə kəlmə də olsa söz verdi. Sizə də öz minnətdarımı bilirəm, mən xanım. Siz məni bura dəvət eləyəndə mən sevinə-sevinə gəldim. Mən bəlkə də başqa bayram olsaydı mən elə gəlməzdim. Silahlı Qüvvələr Günü necə sevinə-sevinə gəldim ki, yəni siz necə, mən də Azərbaycan vətəndaşıyım. Yəni mən də qürur hissi ilə bu bayramda iştirak etmək istəyirdim. Çox sağ olun, sizə öz minnətdarımı bilirəm. Sağ ol. Bu günlərin Nuriye xanım, əgər təklif buyursaydınız bura, sizin bu fəxri fərmanınızı biz sizə təqdim edərdik. Gözəl. Bu elə bir gün oldu ki, gözəl gün oldu ki, bizim bu bayram münasibəti ilə də sizi təbrik edirəm və sizi bu fəxrəmanla bundan böyüyən gözəlinə layiq olasınız. Hər zaman bir yerdə olasınız. Var olun, sizlər də çox sağ olun. Mən də fəxr edirəm ki, sizin kimi şəxsiyyətlərin arasındayım. Çox sağ olun. Çox sağ olun. Təşəkkür Allah ederiz. sizə Nuriye xanımda can bir sağlığı qonaq, versin. yaxın bir can verdiyi podruqası da var. Gözəl xanım, sən də 2-3 kəlmə desən daha gözəl olar. Çünki bizim əgər bura kollektivə qatılmısansa, sən də bizim əzizimiz, canımız, gözümüzsən. Bizim bu veteranlara olan rəq sözlərimizi desən daha gözəl olar. İlk öncədən Allah bütün şəhidlərimizə rəhmət eləsin. Hamısına can sağlığı versin. Sizin hamımızın bayramınızı təbrik edirəm. Çox sağ ol. Çox istəyərdim ki, bu günlərin, yəni bu təşkilatının başda oturan Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyi sədri Rıza Quliyev, Füzuli müəllimə və onun ətrafına, kollektivinə və Xocalı Xankəndi sədrinin sədrinə belə deyək, Ramiz Ağayevə buradan təşəkkürümüzü bildiririk. Düzdür, Ramiz müəllim Xocalı Xankəndili olsa da təşkilatımız Bakı şəhərində, Nizami rayonunda yerləşir. Çox istəyərdik, çox əlləşirik, çox vuruşuruq ki, bizim bu təşkilat, Xocalı Xankəndi təşkilatı Xankəndində yerləşsin və bizim Ali Baş Komandan İlham Əliyevdən buradan artıq dərəcədə xahiş edirəm və öz adından, bütün qazilərimizin, veteranlarımız adından, kollektivimiz adından buradan onlara yəni bildirmək istəyirəm ki, biz fəxr edirik ki, sizlər varsınız. Sizlər bu günü bizə qazandırdınız, bu sevinci bizə yaşatdınız. Mən bura gələn bir neçə şəhid ailələrindən söhbətlərdə oldum. İnanın Allaha ki, burada gözünün yaşını töküb ağlaya-ağlaya yaşlı insanlar, danışanlar gördüm ki, dedilər ki, İlham Əliyevə biz gözümüzü çıxardıq, verərik ki, bizə bu sevinci yaşatdı. Mən bugünkü gündə onu arzu edirəm ki, bizim bu təşkilatımıza, Xocalı Xankəndi təşkilatı, Xankəndində bizə yer verilsin. Bizim bu kollektiv, yəni böyük olduğuna görə kiçik bir kollektivlə burada tədbir elədik. Bizim kollektiv çox böyükdür. Orada bizə yer ayrılsın. Bizim cənab prezidentimiz Xankəndinə gələndə biz onu öncəliklə qarşılayaq və düşmən tərəfi görsün ki, biz onu necə sevinclə qarşılayırıq. Veteranlarımız necə onun qarşısında yəni sevinərək orada birləşir və onun ətrafına yığılır. Bir də bir şey əlavə eləyim ki, Bakı Milli Televiziyasının rəhbəri İlham Rıza Quliyev 15 ildən çoxdur biz bir televiziyada canlı efirlərdə olmuşuq və ilk televiziyaya gələndən mən onlarla yürümüşəm və bu jurnalist işini onlarla davam eləmişəm. Buradan kimlərlə işlədiyim televiziya rəhbərliyinə və kollektivinə onların da bayramı təbrik edirəm və İlham müəllim sizə çox təşəkkür edirəm. Bu təşkilatın həm içərisindədir, həm mənə can olan qardaş kimi hər zaman yanımda olub, dəstək olub. Mən özümə borc bilirəm və fəxr edirəm ki, İlhamın yanındayım və İlham mənim yanımda. Biz ayrılmaz bir həmkar olmuşuq. Hər kəs ayrılsa da biz hər zaman bir-birimizə dəstək olmuşuq. Sona qədər də nə qədər bu jurnalist adını daşıyırıqsa, sona qədər də biz bir yerdə olacaq. İlham müəllim, mən sizi də buradan təbrik edirəm və hər zaman yanımızda olmağı arzulayıram. Allah sizlərə də can sağlığı versin. Yaşı düşməsə də İlham müəllim həqiqətən də döyüşdə olub və bunu bir neçə insanlar yazılarda paylaşdı, sosial şəbəkələrdəki İlham nə bilim cəbhədə olmayıb, neynəməyib. İlham
sevinclə və fəxrlə gedib o döyüşdə iştirak edib. Düzdür, boyu balaca olub, düşməyibsə də əsgərliyə, ancaq o həvəs onda yaranıb ki, gedib orada döyüşüb. Şəxsən mən fəxr edirəm ki, İlham qorxusuz kiçik canınla gedib orada döyüşüb. Büyük, mən sənə fəxr edirəm qardaşım. Allah sənə can sağlığı versin. Amin. Və çox istəyərdim ki, Ramiz müəllimi telefon vasitəsilə qoşaq, sonda təşkilatımızın sədri olaraq sizlərin bayramını təbrik eləsin. Sağ olun, minnətdarım. Allah sizləri qorusun, Allah sizləri var eləsin. Təşəkkür Mən ederim. sizin hamınızı Silahlı Qüvvələr Günü münasibətilə ürəkdən təbrik edirəm. Hər birinizə uzun ömür, can sağlığı edirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə, veteranlarımıza, ordumuza, Ali Başkomandana can sağlığı versin. Yəni burada çox açıqlamağın nə mənası yoxdur. Çünki artıq hamı hər şeyi bilir. Çünki o vaxt bizdə birlik yox idi, ordumuz yox idi. Ona görə də hərəbilərə dəstək yaradır. Bunu hamınız bilirsiniz də. Nətər gəldi, döyüş gedirdi. Amma indi şükür Allaha, Ali Başkomandanımız yumruğunu bir yerə vurdu və bütün torpaqlarımızı 30 ildən sonra azad elədi. Allah ona can sağlığı versin. İndi artıq rayonlarımızda, bütün şəhərlərimizdə quruculuq işləri, bərpa işləri gedir. Bütün köşkünlərimiz öz eli bosna torpağına köçürür. Allah bütün hamısını can sağ eləsin. Allah sizlərin də can sağ eləsin. Hər birinizi təbrik edirəm. Uzun ömür, can sağlığı. İndi ayın axırı gələcəm. 4-ünə qədər gələcəm Allahın köməkliğinə. Yəqin ki, Gəzdələrlə bir tədbirimizi keçirəcək. Nətər lazımdır. Hər biriniz var olun. Tanımadığım adamlar da bizim təşkilata xoş gəlib, səfa gətirib. Bizim təşkilatın qapısı, üzü hər bir şəhid ailəsinə, veteranımıza, qazimizə qapımız açıqdır. Ürəyiniz nə vaxt istəyir, gələ bilərsiniz, qonağımız ola bilərsiniz. Allah hər birinizi qorusun. Yəni, mən olmayanda Məhəbbət xanım oradadır. Təşkilatlı işlər üzrə sədr müavinidir. Yəni, bütün işlər onun öhdəsindədir hal-hazırda. Daha mən gələnə qədər. Ürəyiniz nə vaxt istəyir, gəlin, ofisi qapısını açın, oturun, söhbət elə. Nə qədər lazımdır, hərəkət elə. Allah hər birinizdən razı olsun. Bir daha hər birinizi təbrik edirəm. Hər birinizə uzun ömür, can sağlığı. Təbrik edirik. Allah sizlərə can sağlığı, uzun ömür versin. İnşallah bizim cənab prezidentimiz bizə orada, Xan kəndində tez bir zamanda yer ayıracaq və biz bu veteranlarla orada yerləşib İnşallah cənab prezidentimiz olan İlham Əliyevi orada qarşılayacaq və orada onun qarşısına toplaşacaq. Allahın izni ilə yəqin ki bu ilin axırına qədər bizə orada yer ayrılacaq. İnşallah hər birimizin bayram mübarək olsun. Hörmətli tədbir iştirakçıları, sizi bugünkü Silahlı Qüvvələrin 107-ci il dönümü münasibəti ilə təbrik edirəm. Qazilərimizi, veteranlarımıza can sağlığı arzulayıram. Şəhid anaları qarşısında baş əyirəm. Şəhidlərimizə Allah rəhmət eləsin. Və bir dənə şeiri sizə çatdırmaq istəyərdim. Ömrü boyu unutmarıq sizləri, qan içində gülümsəyən gözləri, əli, qolu, ayaqları, gözləri bütöv gedib yarım gələn oğullar. Güllələrdən parçalanmış köynəyi, hər birisi qəhrəmanlıq örnəyi, sinəsində neçə şəhid göynəyi, ürəyində şırım gələn oğullar. Sevməz sizi yad qapıda yallanan, erməniyə, rusa, farsa qollanan, döyüşlərə gülə-gülə yollanan, ürəkləri param gələn oğullar, bütöv gəlib yarım gələn oğullar. Nə qədər sənin silahın, sursatın olsa belə, nə qədər müasir hərbi texnologiyalardan istifadə etsən belə, qələbəni əldə edən əlində silah əskərdir, zabitdir. Sinəsini qabağa verərək, heç nədən qorxmayaraq, əlində bayraq, əlində silah, düşməni qovan da əskərdir.
düşməni məhv edən də əskərdir. Eşq olsun bizim əskərlərimizə. Bax, belə ordu yaratmışıq biz.